Baxaq 10-cu suala faaliyyətdən. Deyir, üçbucağın iki tərəfi A və B-dir. A, B. Üçüncü tərəfin ortasından digər tərəflərə paralel düz xətlər çəkilib. Məsələn, DF çəkilsin, bir də DK çəkilsin. DF paraleldir AB-yə, DK da paraleldir BC-yə və orta nöqtələrindən çəkilib, həm də paralel olduğuna görə deməli AB tərəfində orta nöqtəsinə düşür. Yəni bu olacaq orta xətt. DK da orta xəttdir və DF də orta xəttdə olur. DF də AB-nin yarısıdır. İndi AB A-dırsa DF olacaq A bölü 2 və DK da BC-nin yarısı olacaq B bölü 2. Onda bizdə yaranan dördbucaqlı deməli BF DK-nın da perimetrin istədiyinə görə P bərabərdir 2 vurulsun A bölü 2 üstə gəl B bölü 2. Burada bir dənə paraleloqram yaranır. O da 2 vurulsun 2 də A plus B. Yəni olacaq A plus B. Baxıram 12-ci suala. Deyir, düz xətt parçanı kəsir və onun uzları düz xəttdən parça çəkək. Bir dənə bu AB parçası olsun. AB parçası. Və deyir, düz xətt parçanı kəsir. Bu da düz xəttdə olsun. Onun uzları, yəni parçanın uzları düz xəttdən 6 və 10 santimlik məsafədədir. Parçanın qısaldı. 10 və 6 santimlik məsafələrdədir. Bura olsun 10 santim. Bu hissədə olsun 6 santim. Bizə deyir ki, parçanın orta nöqtəsindən, orta nöqtəsində olsun bir O nöqtəsi qeyd edirik bu hissə. Buradan düz xəttə qədər olan məsafəni istəyir. Bizdə bu balaca x istəyir. Burada hazır qayda var idi. X bərabərdir 10 çıx 6 böl 2. Bu denir 2. Və yaxud da qayda olmasa da, yəni qayda, rahat qaydada əzbərləyə bilərsiniz. Böyük hissədən, kiçik hissədən çıxıb 2-yə bölürsünüz. Amma bu qayda olmasa da biz bu AB-ni köçürdürük aşağı. AB parçası. Bura olsun A1, B1. Və bu A1 6-dır. Bunu da bura köçürsək. 6 və bunu da buradan aşağıdan çəksək, onsuz da bu məsafə 6 deyə burada 6 olur. 6 olur. Burada yazacaq OK. Yəni OK bizdə burada bir F yazacaq. F B1-in yarısına bərabərdir. Çünki bu 10 orta nöqtədirsə, bunu da paralel köçürdüyümüzə görə deməli OK F B1-in yarısı olur. Onda OK x plus 6-dırsa x plus 6 bərabərdir 16 böl 2. X də bərabər olur buradan 2-yə. Bu şəkildə paralel köçürtməklə də yaza bilərsiniz. Baxaq 13-cü suala. Və yaxud da rahat düstur. Yəni böyük hissədən kiçik hissəni çıxıb 2-yə bölürsünüz. Baxırıq 13-cü sualda. Bura 2, bura 4, bura Y, bura X. A, N, C, B, burada M olsun. Bizə deyir ki, deməli, MN paraleldir BC-yə. MN BC-yə paraleldirsə, onda bu 90-dırsa burada 90 olur, paraleldir. Aha, indi MN 2-dir, BC-də 4-dür. Biz buradan baxırıq ki, paraleldir və özü də oturacağın yarısıdır. Deməli, onda MN düz xətti, orta xətti. Orta xətdirsə bu tərəf Y isə bu tərəf Y, bu tərəf X isə bu tərəf X. Yəni, tərəflərin orta nöqtəsini birləşdirib. Bu zaman Pifaqor tətbiq eləsək, 2x-in kvadratı üstə gəl 4-ün kvadratı bərabərdir hipotenuzun kvadratı. Yəni, 2y-in kvadratına. 4x kvadratı üstə gəl 16 bərabərdir 4y kvadratına. Hər tərəfini 4-ə bölsəm, x kvadratı üstə gəl 4 bərabərdir y kvadratına. Bizə deyir, y-i x ilə ifadə edin. Y-i də tapsam, kök altda x kvadratı plus 4. Əslində, burada müsbət mənfi kök altda x plus 4 olur. Bizdə də məsafə olduğuna görə müsbətini götürdük. Yəni, B variantı. 14-cü suala da baxaq. A, B, C. Buradan AT, bu da BM və perpendikulyardır. Burada K nöqtəsidir. Bu özü də düzbucaqlı üçbucaqdır. Bizə deyir ki, ABC üçbucağında AB perpendikulyardır BC-yə, yəni düzbucaq yaranıb. AT perpendikulyardır BM-ə
və AT tənbələndi. AT-nin özünə tənbələndi. Alfa alfa yazaq. Alfa alfa. CT bizdə 5 olarsa, AM-i tapın. AM-ə də 1x yazaq. Bir dənə bu üçbucağa baxsaq. Bura bir M yazaq. Deməli, üçbucaq ABM-ə baxsaq. ABM-ə. ABM-də AK həm tənböləndi, həm hündürlükdür. Baxın, AK həm hündürlükdür, həm tənböləndi. Onda bu hansı üçbucaqda olur? Bərabər yanlı üçbucaqda. Onda bu tərəfi x-də, bu tərəfdə x olur. Çünki bərabər yanlı üçbucaqda oturacağa çəkilən tənbölən həm hündürlükdür, həm median. Aha. Onda həm də mediandırsa, bunu da yarıya bölür. Belə yazdıq. Bu şəkildə. Bizə BT-ndə 3 vermişdi. Burada 3 qeyd edək. 3 qeyd eləməmişdim. Yəni AT tənböləndi. AT tənböləndi. AT tənböləndi. Tənbölən xassəsinə görə AB-nin AC-yə nisbəti bərabərdir 3-ün 5-ə nisbətinə. Onda AB-miz olacaq 3K, AC-miz olacaq 5K. AC-miz olacaq 5K. Yəni, burada biz baxırıq A, B, C üçbucağına. İndi böyük üçbucaqda baxırıq. Böyük üçbucaqda AT tənböləndi. AT tənböləndirsə, tənbölənin xassəsinə görə AB tərəfinin AC tərəfinin nisbəti bərabərdir 3-ün 5-ə nisbəti. Buradan aldıq ki, AB 3K-dır, AC də 5K-dır. İndi baxaq, AB bizdə x-dir. X-dir, yəni bura 3K yazsam, x-in yəni 3K yazsam. Burada 3K-dır. 3K. Onda AC 5K-dırsa, bura qalır 2K. Bunu da yazdıq bu şəkildə. Bunları silirəm. Bizə deyir ki, AM-i tapın. AM-i tapın. İstəsək, eləyə bilərik. AM-i də tapmaq üçün düzbucaqlı üçbucaqda Pifaqordan istifadə edək. AB-nin kvadratı üstə gəl BC-nin kvadratı bərabərdir AC-nin kvadratına. Buradan da AB 3K deyə 3K-nın kvadratı üstə gəl BC-nin 8-in kvadrat bərabərdir 5K-nın kvadratına. Buradan da 9K kvadratı üstə gəl 64 bərabərdir 25K kvadratı. 16K kvadratı 64-də, K kvadratı 4-də, K-da 2-yə. K2-dirsə, AM-i tapın deyir bizdə. AM-imiz də 3K-dır, yəni 6.